1,4% Azərbaycanın ümumi daxili məhsul artıb bu il. 6,7,5 Gürcüstan artıb, 4,5-6 Ermənistan. Demək biz bunların ikisindən də geridəyik. Turizm sahəsində dediniz. Turizmdə baxın, Azərbaycan regionun ən böyük ölkəsidir, ən böyük əhaliyə maliki və resurslarımız, təbiətimiz, tarixi abidələrimiz hamısı öz yerindədir. Deməli, Azərbaycana keçən il gəlib 2,5 milyon turist, onun da elə yarıdan çoxunu 500 minli Gürcüstandan, Rusiyadan gələn Azərbaycanlıları hesablayın. Çünki oranın vətəndaşlarıdırlar. Turist kimi yazılır. 2,5 milyon, Ermənistana 2,3 milyon, Ermənistanın əhalisi cəmi 2 milyon da. Bizim əhalimiz 10 milyondur, Ermənistan 2 milyon. 2 milyon əhalisi olan Ermənistana 2,3 milyon turist gəlib, bizə gəlib 2,5 milyon. 3 milyon əhalisi olan Gürcüstanın isə 7,8 milyon turist gəlib. Öz əhalisinin 2 qatı. Biz də blogerlərə böyük pullar ayırmışıq. Biz də blogerlərə 2 milyon pul ayırmışıq ki, gəlin, çəkin filan edin. Təbliğ edin Azərbaycanı. Yəni, bax, turizm sahəsi bilirsiniz də bir turistdən də orta hesabla $1000 dövlətə pul daxil olduğu ümumi hesablanılır, belə kobud desə ümumi qayda budur. Baxın, bizim turizmdən qazandığımız hələ yerli 2,5 milyard, Ermənistan 2,3 milyard, Gürcüstan 7,8 milyard pul qazanır. Yəni, burada da bərbad vəziyyətdədir. Bizim ancaq turizmçilik deyəndə nədir? Otellərdə kabab satsınlar, baseynə insanlar və 250 manata, 500 manata, nə bilim, günü, otelin günü 500 manat, 250 manatdan, yəni belə deyək də yerlərə görə. Ən ucuz otellər başlayır 100 manatdan günü. Hansı keçib baxırsan düzəməli suyu yox, bir şey yox, nəysə. Yəni bu da bərbaddır, bu da öz yerində. Yəni burada inkişafdan ümumiyyətlə söhbət getmir. İqtisadi inkişaf, regionlar inkişaf. Regionların iqtisadi inkişafı bilirsiniz nədir Aydın bəy? Bir dənə bunu da deyim, Aynaya da sizə sözü. Yəni baxın, regionlarda inkişaf neynədir? Mərkəzi bəzədilər, divarları abrisovka elədilər, o deyilən o Qaradağdan çıxan daşlarla. Yəni bəzədilər, icra kimi tikdilər özlərinə, təzədən oradan polis idarəsi tikdilər, oldu, inkişaf var. Amma kəndlərdə işıq yox, su yox. Bax, bizim kənddə bu dəqiqə cəmaət şey vurur, quyu qazır, su əldə eləmək üçün. Çünki artisan vuran yox, bir şey, suvarma nə vəziyyətdə, indi mən deməyim, regionlarda suvarma, kənd təsərrüfatı suvarması nə gündədir? Bərbad vəziyyətdədir. Yəni bu inkişaflar ümumiyyətlə ümumi danışılır, deyilir, biz də deyirik, hanı bə o inkişaf? Yoxdur, bax, ÜDM-də göstərsin özünü, turist sayında göstərsin, digər rəqəmlərdə.